Feliz, feliz de poder ganar los 3 puntos, que era lo más importante, y sabemos que esta paragem nos preparamos de la mejor manera, todos dando lo mejor, y sabíamos que aquí en casa con nuestra gente podíamos sacar los 3 puntos, y nada, en lo personal feliz de poder marcar 2 goles y espero continuar de esta manera. Çox xoşbəxtəm həqiqətən, çünki bilirdim ki, evdə oynayırıq, doğma azarkeşlərimiz qarşısında hər şey mümkündür. Yəni bu period ərzində səylə çalışırdıq, bilirdik ki, yəni hər şey mümkün. Bu qələbə çox önəmli idi, 3 xal qazanmaq çox önəmli idi. O ki qaldı şəxsi nailiyyətim baxımından vurduğum 2 qol, həm bu mükafat mənə gələcəkdə də həvəsləndirəcək daha çox qol vurmaq üçün. Oyunda bir mübahisəli epizod da vardı. Orada bir çoxlar düşünürdü ki, penaltidə həmin epizodda Duran yıxılmışdı. O anı necə xatırlayır? ¿Cómo te recuerdas el momento cuando te caíste ahí dentro del área? ¿Fue penalti? ¿Qué piensas? Pues sí, yo creo que para mí fue porque gané la frente y él me tocó atrás, pero si para el árbitro no fue, pues normal seguir continuando y nada, no pasa nada. Mənə görə düşünürəm ki, penalti idi, çünki mən artıq rəqibi qabaqlamışdım. O mənim arxamdaydı və arxadan müdaxilə elədi və düşünürəm ki, penalti idi. İndi hakim başqa cür düşündü, davam eləməyə lazım idi.